Həftə sonu 5 oktyabr tarixində keçirilən OTK sınağının sizinlə izahını paylaşmaq istəyirəm. Bu il olan 1-ci 11-ci sinif buraxılış sınaq imtahanının nümunəsi OTK tərəfindən keçirilən ilk sualın izahına başlayaq. Deməli, bizə belə bir sual yönləndirilib. Yönləndirilib ki, sualda dövr kəsiri aiddir. Bunun müqayisəsinin ən rahat üsulu bu kəsirləri açıb yazmaq. Yəni, dövr kəsir nə deməkdir? Bu 4 təkrarlanır deməkdir. B bəndi 3, dövrdə 13. Bu nə deməkdir uşaqlar? 3, dövrdə yəni 13, 13 təkrarlanır. C bəndi 3, 20 isə 3, 20, 20 təkrarlandığı deyilir. İndi müqayisənin rahat olsun deyə belə deyim. Baxın, 344, 313, 320. Aydındır ki, burada A böyükdür C-dən, C də böyükdür. B şəklində bir cavab alacaqsınız. Və yaxud da B kiçikdir C-dən, C də kiçikdir A-dan. Bu bəndlərdən hansı biri uyğun gəlirsə, bunu qeyd edəcəyik. Gəlir 32-ci suala. 32-ci sualda deyir, BG tənbölənsə bu bucaqlar yarı-yarıya bölünüb. BD 4 cm-dir, qeyd edirəm. Y medianların kəsişmə nöqtəsidir. BY də buradan gəlib keçdiyinə görə deyirik ki, onda BY də həm tənböləndir, həm mediandır. Bu zaman onda uşaqlar bu fiqurun bərabər tərəfli üçbucaq olduğunu hökm edə bilirik. Hər tərəf 4, 4 olur. Yanlarda onda deməli 8 imiş. Cavabımız olur A bəndi. Getdik. 33-cü sualda bizə belə bir yönləndirmə. 2A üstəgəl 3B bərabərdir 13 olarsa, A-nın da B-nin də sadə ədəd olduğu bildirilir. 2A üstəgəlsin 3B bərabərdir 13. Buradan gəl 2A-nı tapaq. 2A bərabərdir 13 çıxılsın 3B. A bərabərdir 13 çıxılsın 3B bölünsün 2. Gəlib dəyərləndirməni aparıram uşaqlar. A, B. Mən burada B-yə bir qiymət verə bilməm. Minimal olaraq 2 verməliyəm. B 2 olarsa 13-dən 6 çıxdıq 7. 7-ni 2-yə böləndə 3 onda 5 eləyir. Amma məndə bu natural ədədlər çoxluğuna aid deyil. Getdik. B-yə o bir qiymət 3 veririk. 13 çıxsın 9, 4 bölü 2-yə. Cavabımız oldu 2, 3. 2 üstəgəl 3 bərabər olurdu 5-ə. Cavabımız A bəndi olur. Getdik növbəti sualın izahına. Aha, 8 ədədin ədədi ortası 13-ə 18-dir. Bu ədədlər arasından seçilmiş 3 ədədi ortası 13 olan 3 ədədi çıxardıqdan sonra qalan ədədlərin cəmini tapın. Deməli, 18-i vururuq 8-ə. Nə edir? 144. Həmin o 3 ədədin də cəmini tapırıq. 13 vurulsun 3, 39. Çıxardıq dediyinə görə 144-dən də 39-u çıxırsınız, alırsınız 105 cavabını. Getdik. Deməli, moduldan birinci bu ifadəni çıxardıq. Belə deyim, bu kök altda 25-dir. Moduldan da mənfi çıxmadığı üçün bu necə çıxacaq? 5 minus kök altda 2. Siz bilirsiniz ki, 5-dən təqribən 2.5 tipi bir qiymət çıxır. 1-dən də çıxan qiyməti, daha doğrusu üzr istəyirəm uşaqlar. 5, bilirsiniz ki, kök altda 2-dən də 1 tam, 1 ilə belə deyim, 4-ün arası belədir. Məsələn, 1.2 tutalım. 5-dən də 1.2-ni çıxırsınız, alırsınız 3.8. 3.8-in mən sizdən tam hissəsini soruşuram, cavabımız olur 3. Getdik növbəti suala. Aha, kəsişməsi boş olmayan. Yəni uşaqlar, kəsişməsi boş olmayan o deməkdir ki, yəni bizim kəsişməmiz boş çoxluq ola bilməz. Ən minimal olaraq bir qiymətində olsa almalıdır. NA 10-dur, NB 8-dir, A biləşməsi B çoxun ən çox neçə elementi olar? Ən çox olsun deyə kəsişmə də boş olmadığına görə kəsişməyə minimal bir qiymətini verirəm uşaqlar. Birləşmənin də ən kiçik qiyməti, o ən böyük qiyməti 10 üstəgəl 8 çıxsın 1, 17. Cavabımız C bəndi olacaq. Getdik. 37-ci sual. 37-ci sual bizim toplumumuzda, Güven kitablarında, müxtəlif müəlliflərin məxsus olan kitablarda çox işlənən bir sual tipidir. Eyni məntəqədən, eyni anda hərəkətə başlayan iki avtobusun birincisi 36, ikincisi 40 dəqiqədən bir çıxdıqda məntəqədə olar. Ən az neçə dəqiqədən sonra hər iki avtobus eyni. Bu isə bizə əkop deməkdir. Əkop 36, 40. Bunu da hesaplasanız bizə verir. Belə deyim, baxın 4-ü çıxartdım. Qısa rahat hesaplamanın da yolundayım. Qaldı burada 9, 10. 9 ilə 10 bilirsiniz ki, qarşılıqlı sadə ədəddir. Əkobun nə olur? Hasili. Bu da eləyir 360. Yəni A bəndi. Aha, gəldi bu sualın izahına. A-nın hansı ən kiçik tam qiymətində A vurulsun bu ifadəsinin qiyməti natural ədəd olar. Gəlin bu ifadənin qiymətini hesablayaq. 0-dan 1, dövrdə 3. Bunu çevirirəm. 90-da 13 çıxılsın 1. Bu da nə verir? 90-da 12. Yəni 6-ya ixtisar getdi 2, 6-ya ixtisar getdi 15. Gəlin məxrəcə. 1 plus 0-dan dövrdə 3. Bu isə 1 plus 9-da 3, yəni
1 plus 3'də 1, bu isə verir bizə 3'də 4. İndi 15'də 2-ni bölürəm 3'də 4'ə. Deməli, bu isə bizə verəcək 15'də 2 vurulsun 4'də 3, bizə getdi 5, getdi 2, alındı nə? 10'da 1. 10'da 1 alındığına görə A vurulsun 10'da 1 ifadəsinin ən kiçik qiyməti natural ədəd olsun deyə. Deməli, bu 10 minimal olmalıdır ki, ixtisar gedəndə qalmasın. Cavabımız Y bəndi. 39. X plus 3y tapıram ki, nədir uşaqlar? 8x. Buradan 3y bərabərdir 7x. Deməli, belə götürəm. Y 7-dir, x 3'dür. Gətirdim, qoydum. 3 üstəgəl 7, 3 çıxılsın 7. 10 bölünsün mənfi 4, mənfi 5 bölünsün 2. Cavabımız D bəndi edir. Gəldik 40-cı suala. 40-cı sualda deyir, qarşılıqlı bucaqlardan biri 2x plus 4, digəri isə 3x-18-dir. Deməli, qarşılıqlı bucaq olduğuna görə biz bunları bir-birinə bərabər götürəcəyik. 2x plus 4 bərabərdir 3x çıxılsın 18. Buradan x bərabərdir 22 ifadəsini alarıq. Vəssalam. Aha, getdik. Deyir ki, məhsul 40% gəlirlə 560 manata satılır. Deməli, onda 100% üstəgəl 40% bizə nə verir uşaqlar? 560 manat. Getdik. 20% ziyan, 100% çıxılsın 20%, bu isə bizə verir x manat. Onda, deməli, x-i tapmaq üçün buradan aldığım cavab nədir uşaqlar? 80%. 80 vurulsun 560, bölünsün 140. İxtisar elədim. Elədir 320 manat. Yəni A bəndi. Getdik növbəti sualın həllinə. Aha, 6 metr kvadratı xalçanı 9 günə toxunarsa 9 gün. 8 metr kvadratı xalça x günə. Vəssalam. Buradan da gəlib uşaqlar x-i tapmaq üçün eləyəcək. 8 vurulsun 9 bölünsün 6 nə eləyir? 12 gün. Aha. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 32 olarsa, bilirsiniz ki, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90-dır. Biri 32-dirsə, digərini tapmaq üçün deməli, nə edirik? Beta bərabərdir. 90 dərəcə çıxılsın 32 dərəcə bərabərdir 58 dərəcə. Aha. 44-cü sual. 44-cü sual YÖS imtahanlarının hazırlaşan şagirdlər bu sualları çox mükəmməl formada həll edə bilir. Və mənim nisbət tənasüb PDF-imi əldə edən şagirdlər də bu sualda mütləq oxşarını görüblər. Sualda nə deyir? 1 bölünsün A, 1 bölünsün B ifadəsini B verib. Gəlirsiniz əsas bu ifadənin üstünə. Parçalayırsınız. A üstəgəl A, 2 böl A. Mənfi 6B bölünsün B. Burada da mənfi olduğu üçün üstəgəl 2 bölünsün B. Deməli, A böl A 1 verir. Burada da B'lər ixtisar gedir uşaqlar. Bu verir 6. Üstə gəlsin. Burada belə qaldı. 2 plus A 2 böl B. Bərabərdir. Mənfi 5 üstə gəlsin. 2-ni çıxardıram. Qaldı 1 böl A 1 böl B. Mənim də bu ifadəm artıq burada verilib. Mən gətirib qoyuram. Mənfi 5 üstə gəlsin. 2 vurulsun 5. Yəni ifadəmin qiyməti 5-ə bərabər olur. İpin uzunluğunun 4'də 1 hissəsi qədər kəsildikdə, yəni aydındır ki, burada ipin uzunluğu nə qədər qalıb uşaqlar? 4'də 3x. İpin ortası 6 cm yerini dəyişir. Yəni 2'də 1 x oynayır sağa doğru 6. Vəssalam 4'də 3 x çıxılsın 2'də 1 x bərabərdir 6. 4'də 1 x bərabərdir 6. X nəyə bərabərdir uşaqlar? 24 cm. İpin əvvəlki uzunluğu 24 cm-dir. Gəldik. Deməli, AC CB-yə perpendikulardır. AC 12-dir, yazdım. AD tənböləndir, qeyd elədik. AB 20 cm-dir, CD parçasının uzunluğunu tapıb. Deməli, uşaqlar, birinci mən Pifagora görə CB parçasının uzunluğunu tapıram. Yəni, CB-nin kvadratı, üstə gəlsin 12-nin kvadratı bərabərdir 20-nin kvadratı. Buradan CB-nin mən hesablayıb 16 cm olduğunu alıram. Tənbölən üçün isə öyrənəndə belə bir düstur keçmişdik. Yəni, baxın, tənbölənin bura A, bura B, bura M, bura N olarsa, A-nın M-ə nisbəti B-nin N-ə nisbətinə bərabər idi. Yəni, deməli, onda mən bura X deyəcəm, bura isə 16 çıxılsın X. Onda yazacağım 12-nin X-ə, 20-nin 16 çıxılsın X-ə. Alıram 12 vurulsun 16 çıx x bərabərdir 20x. Burada 12 vurulsun 16 çıx 12x bərabərdir 20x. 12 vurulsun 16 bərabərdir 32.
32x. Mən buradan x-i tapmaq istəsəm, 12 vurulsun 16-nı bölürəm 32-yə. Bu isə 6 sm verir. CD parçası 6 sm, DB parçasını soruşsalar 10 sm cavabını qeyd edəcəksiniz. Aha, ad çoxluqlarının sayı düsturu bilirsiniz ki, uşaqlar 2 üssü n-dir. Məndə burada 1, 2, 3 dənə element olduğu üçün 2-nin kubu bərabərdir 8 dənə ad çoxluq olacaq. Getdi. Gəlin baxaq. BAF bucağı 110 dərəcədir. Qeyd elədim. AFD 30 dərəcədir. Bunu da qeyd elədim. Aha, deyir ki, uşaqlar bizə ABC bucağının dərəcə ölçüsünü tapın. Və burada paralelliyi oldu dediyinə görə dostlar, nə edəcəm? Mən bu paralel düz xətti uzadacağam. Onda bura 110 dərəcədirsə, bura nə qalır? 70 dərəcə. Və aydındır ki, 70, 110, üstəgəl 30. Bax, burada bu fiqur var. Bizdə nə alındı uşaqlar? 4 bucaqlı. Biz bilirik ki, ixtiyar 4 bucaqlının da daxili bucaqlarının cəmi 360 dərəcədir. Yəni 110 dərəcə, üstəgəlsin 30 dərəcə plus x bərabərdir 360 dərəcə. Buradan x-in 150 dərəcə olduğunu aldım. Bura 150. Bura 150 dərəcə olduqdan sonra qonşusunun 30 dərəcə olduğunu söyləyib yazırıq. Yəni qonşu bucaqların cəmi nə idi? 180 dərəcə. Aha, 50-ci. A və B qavahiddən qarşılığı sadə ədəddir. Avtomatik onda bunun nə olduğunu bilirik. 1. 3x çıxılsın 11 bərabərdir 1, 3x bərabərdir 12, x bərabərdir 4. Gətirib burada da qoyuram. Əkob, AB, 8, 12. Deməli uşaqlar, baxın, deyəcəksiniz ki, mənim burada 1 və 12 də var, 3 və 4 də var. Qarşılıq sadə. Amma 2 ilə 6-nı götürə bilmirik, çünki qarşılıq sadə deyil. Bir vahiddən fərqli dediyinə görə uşaqlar 1-12 versiyasına baxa bilmirəm. Yalnız 3-4 versiyasına baxa bilirəm. 3 üstə gəl 4 cavabınız olurdu 7 sm. Getdik növbəti sualın izahına. Aha, bostanın 5-dəki hissəsinin pomidor 5-də 2x, üstə gəlinsin 4-də 1x bərabərdir. Bu bizə verir 20-də 13x. Deməli, qalan hissəni də tapmaq üçün vahiddən mən bunu çıxacam. 1 çıxılsın, yəni x çıxılsın, belə deyim, 20-də 13x. Bu sizə 20-də 7x verir. 20-də 7x bərabərdir 140-a. X bərabərdir 140 vurulsun 20 bölünsün 7. Bu isə 400 metr kvadrat. Aha, getdik. Aha, gəldik 52-ci suala. ABC üç bucağında AB BC-yə bərabərdir. Onda oturacağı biçik bucaqları da bərabərdir, bərabər yanlıdır. Yəni 17 sm qeyd elədim. DC uşaqlar 21 sm-dir, bunu da qeyd elədim. Bura isə 9 sm-dir. Ümumiyyətcə yadınızda saxlayın. Bərabər yanlış bucaqda əgər bizdə belə tip məsələlər varsa, mütləq şəkildə onun hündürlüyünü çəkirsiniz və sonra da deyirsiniz ki, bərabər yanlış bucaqda biz bilirik ki, bu həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Yəni bu M-dir, T-dir, H-dır. Üçü də bu xüsusiyyətə düşür. Onda bu obş parçam 30 sm-dirsə, onda 15 sm bölünəcək. Bax, burada 15 sm olacaq. Burada nə olacaq? 15 sm. Bu parçanın da bir qusok 9 sm olduğuna görə, bura nə qaldı? 6 sm. Və salam. Biz BD-nin uzunluğunu artıq tapa bilirik. Deməli, birinci BD-nin uzunluğunu necə tapacaq? Gəlin onu da izah edin. Bura bir BH deyirəm. Deməli, 9 üstə gəl 6, 15-dir. Baxın, bu üç bucağa baxıram. Aha, deməli, BH-ın kvadratı üstə gələk 9 plus 6-dır o parçanızın kvadratı bərabər 17-nin kvadratı. Buradan BH-ı tapacaqsınız ki, deməli, kökün altında 289 çıxılsın 225, yəni 8 sm-dir. Gətirirsiniz uşaqlar, deyirsiniz ki, bura oldu nə? 8 sm. İndi bu üç bucaq da bizdə nədir? Dedik axı, bu həm hündürlük, bu parça həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Və salam, düzbucaqlı üçbucağın nə ilə rolunu oynayır? BD hipotenuzu rolunu oynayır. Yəni, BD-nin kvadratı bərabərdir 8-in kvadratı üstə gəl 6-nın kvadratı. Buradan BD kvadratı olur 100, BD isə bərabər olur 10 sm. Getdik növbəti sualın izahına 53. Məhlulda olan dostlar deyir ki, duzun miqdarını 10% artırıb, suyun miqdarını 30% azaltdıqda deməli, mən məhlulumu A qram deyə işarə edirəm. Məhlul oldu A qram. İndi uşaqlar 10% artırıbsa, bu olub 110%. Yəni, demək, duza deyək X və suya deyək Y.
Onda bu olub artıq 1,1x. Aha. Bu isə 30% azalıb, yəni olub 70%, yəni 0,7y. Bizi belə bir cümlə işlədir. X plus y də eyni məhluldur. Mən bu tərkiblə oynayanda da yenə eyni şəkildə, eyni miqdarda məhlul alıram. Deməli, mən nə edəcəm? Tərəf-tərəfə çıxıram uşaqlar. Burada alıram mənfi 0,1x, üstəgəl 0,3y bərabərdir 0. Buradan da deyirəm ki, 0,3y bərabərdir 0,1x-ə. Onları atdım. 3y nəyə bərabərdir? X-ə. İndi deyir ki, məhlulun duzluğu neçə faizdir? Məhlulun duzluğu necə tapırdıq? Duz üstəgəl su vurulsun 100%. Deməli, dostlar, duzum nədir? X. Duz üstəgəl su. Deməli, x-in yerinə, daha doğrusu belə deyim, x, burada da x plus y. Mən də x-in yerinə artıq nə qoyacam? 3y əvəzləməmi qoyacam. Vurulsun 100% öz yerində. Deməli, onda 3y plus y vurulsun 100%. Bu isə mənə 75%li məhlul verəcək. Getdi. 28 nəfərlik qrupda 10 ingilis dilini, 14 rus dilini bilir, 8 şagird isə bu dillərdən heç birini bilmir. Uşaqlar, birinci bu heç bir işi bilməyən şagirdləri həmişə işdən çıxardır. Yəni sıradan çıxardır. Mən 28-dən 8 çıxıram, 20 nəfər şagird var ki, mənim sinifimdə hər bir işlə məşğuldur. Sonra 10 üstəgəl 14-ü toplayıram. Alınır nə? 24 nəfər. Baxıram ki, mənim sinifimdə 20 nəfər uşaq var. Deməli, 24-dən də bu 20-ni çıxıram. Deməli, 4 nəfər nə olub? Həm rus dilini öyrənib, həm ingilis dilini öyrənən şəxslərdir ki, hər iki sırada onların adları təkrarlanır. Keçək ən sonuncu sualımıza, 55-ci sual. Aha, ABC düzbucaqlı üçbucağında deyir, AC, CB, P punktlarda, yəni bu düzbucaqlı üçbucaqdır bu heç. Sinus bucaq B. Sinus bucaq B-imiz uşaqlar nədir bizdə? Sinus bucaq B qarşı katetin hipotenuza olan nisbətidir. Yəni AC-nin AB-yə olan nisbəti. Bizdə də AC yoxdur. Buna bir x desəm, x bölünsün 15 bərabərdir 4 bölünsün 5. Buradan x-i tapdım. 15 böl 4 böl 5. Yəni 12 cm. Bu oldu bizdə 12 cm. Aha, CB parçasının uzunluğu CB-nin kvadratı 12-nin kvadratı bərabərdir 15-in kvadratı. CB kvadrat bərabərdir 225 çıxılsın 144. Bu isə sizə 81 cm verir. Buradan da CB-ni tapsam 9 cm. Burada 9 cm aldıq. Perimetr soruşduğu üçün 12 üstəgəl 9 üstəgəl 15. Bu isə bizə verir 27 36 cm. Deməli dostlar, buradan bir qeydlə də çıxış eləmək istəyirəm. Bilirəm ki, bəzi sınaqlardan sonra valideynlərimizdə həqiqətən də çox böyük, belə deyim, qorxular, tərəddüdlər yaranmağa başlayır. Amma əziz valideynlər və hörmətli şagirdlər, tələbələr, hansı ki, buraxılış imtahanları üçün hazırlaşırlar. Bunu unutmayın ki, bizdə buraxılış imtahanında bir mövzudan bu qədər sual içəriyi düşmür. Yəni, baxın, burada fikir versəniz, düzbucaqlı üçbucağa aid nə qədər sual düşdü. Yəni, biz əgər buraxılış imtahanı həqiqətən gedirsə, bir başlıqdan bu qədər sualımız düşmür. Onu demək fikrim nədir? Mən üçbucaqda zəifəm, gedib, məsələn, buraxılış imtahanında yazamayacağım, çünki orada da 5 dənə sual düşəcək. Xeyr, buraxılış imtahanında salınan suallar elə hesablanır ki, bir mövzudan maksimum, eyni sualdan, yəni bir mövzunun içində maksimum 2 sual tipi düşə bilər. Başqa formada bir mövzunun üçün bu qədər yüklənə bilmərik. Çünki bu artıq o deməkdir ki, bir şagird tutalım üçbucaq bilmirsə, deməli onun 6-7 dənə düz avtomatik gedir. Ona görə də qorxularınızı yenin, bu imtahan nəticələrindən qorxmayın və növbəti imtahan üçün daha yaxşı hazırlaşın. Unutmayın ki, imtahan son deyil, imtahan sadəcə uğur üçün bir başlanğıçdır. Pis olmadan daha iri addımlarla atın, yaxşı nəticəni də finala yaxşı uğurla çatdırın. Hər birinizə xoş seyirlər. Kanalıma abunə olmağı unutmayın. Dəstək yolu paylaşmağı unutmayın. Hər birinizə xoş seyirlər.